Salam, əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz müəllimlərimiz və şagirdlərimiz, hər birinizi xoş gördük. Biz bu gün Azərbaycanın çox gözəl rayonlarından, ən ucqar rayonlarından və ən qonaqpərvər rayonlarından biri olan Lerik rayonundayıq. Lerik rayonunun Şinəband kəndinin qabaqcıl, nümunəvi, sevilən və seçilən müəllimlərindən birini sizlərə təqdim edirik. Müəllim, adınız, soyadınız necədir? Dalıbov Teğman Yüzbaşıoğlu. Müəllim, hal-hazırda neçə yaşınız var? Mənim hal-hazırda 59 yaşım var. Allah sizlərə ömür versin. Neçə ildir müəllim kimi fəaliyyət göstərirsiniz və hansı fənni tədris edirsiniz? Mən artıq bu il 37 ildir ki, müəllimlik fəaliyyəti ilə məşğul oluram. Fiziki tərbiyə üzrə, ixtisasım fiziki tərbiyə üzrə müəllim işləyirəm məktəbimizdə. Sağlam gələcək, sağlam bədəndə, sağlam ruhda yetişir və siz şagirdlərə sağlamlığı təbliğ edirsiniz. Bəs müəllim, biz bunu bilirik ki, siz çox gözəl, sevilən, seçilən müəllimlərdən biri olmaqla bərabər, eyni zamanda çox gözəl ata, çox gözəl baba və çox gözəl həyat yoldaşısınız. Bizə bu haqda nə deyə bilərsiniz? Neçə övladınız, neçə nəvəniz var? Mənim 3 övladım var. Allah saxlasın. Bir oğlum, 2 qızım və 3 nəvəmiz var. Nəticə var? Nəticə yoxdur. İnşallah ki, sizə arzu edirik. Bugün 9 may qələbə günüdür, 2026-cı il. Bizim bu çəkilişlərə 9 may 2046, 66, 86-cı illərdə nəvə nəticələrinizlə bərabər baxasınız. İnşallah. Və onda 3 nəvə yox, 3 nəticə yox, 3 kötücənizlə bərabər baxasınız. Bəs sizin uğurlu yetirmələrdən sizin yolu davam edən olub? Sizin kimi idman müəllimi kimi fəaliyyət göstərən olub? İdman müəllimi kimi fəaliyyət göstərən hələ olmayıb, amma uğurlu nəticələri qazanan olub. Uğurlu yetirmələriniz? İdman sahaları üzrə uğurlu nəticələr qazanan şagirdlərimiz olub. Çox gözəl. Bəs müəllim, sizə bizim bu çəkilişlərimizə 10 il, 20 il, 30 il, 40 il, 50 il sonra baxacaq olan gələcək nəsil, nəvə nəticələriniz olacaq. Və gələcək nəsilə, öz nəvə nəticələrinizə ürək sözünüz, tövsiyəniz, arzunuz nə olardı? Onlara uğurlar arzu edirəm, gələcəkdə uğurlu nəticələr arzu edirəm, sağlam ömür, uğurlu nəticələr arzu edirəm. Mənim arzularım da budur. Çox gözəl. Biz də Çağdaş Təhsil komandası olaraq sizlərə sağlam ömür, sağlam canlı, uzun ömür arzu edirik. Və bizim bu çəkilişlərə baxacaq olan sizin gələcək nəsil, övladlarınız, nəvə nəticələrinizə də sizin arzularınıza qoşularaq biz də birinci növbədə təhsil almağı, daima Azərbaycanın bayrağını zirvələrdə ucaltmağı, öz valideynlərinin fəxri olmaqla bərabər Azərbaycan xalqının vətəndaşı kimi bizim də qürur mənbəyi olmalarını arzu edirik. Xoş xatirələrinizi, xoş anlarınızı bizlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Təşəkkür edirəm, minnətdaram, sağ olun. Çox sağ olun, var olun, mən də minnətdaram sizə. Belə bir çəkiliş aparırsınız. Sağ olun, var olun, minnətdaram. Sağ olun.